təsdiq olundu. Dünən Fransa, dünən değerli vətənlərim, dünən Trump, oy dəhşət. Dünən Trump Kanada, Meksika mollalarına, Kanada, Meksika üzr istəyirəm, mallarına, dünənləri Trump Kanada, Meksika mallarına 25% vergi koydu. Elə mollalara da vergi koysa daha yaxşı olar. Dünənləri Trump biz dinə hörmət edirik, amma o başı bağlı mollalar var, İran mollaları. Elə mollalara nifrət edirik. Hardan molla tuttun, orada zolla. Demək, dünənləri Trump, Amerikanın prezidenti Çitaya, yəni Çinə, Kanadaya, Meksikaya 25% əlavə vergi rüsumu tətbiq etdi. Kanada New York'un işığını kəsdi, bilirsiniz. New York qalıb qaranlıqda, Amerika qalıb qaranlıqda. Meksika ordu yeritdi Amerika sərhəddinə. Və o da dedim, mən də heç mal buraxmıram sənə. Ümumiyyətcə Çin, yəni Kitay da savaş elan edərmiş kimi bir dəhşətli bir bəyanat verdi, dünyanı silkələdi Çin. Yəni elə Türkiyədə bəyəxlar mənim qarşıma çıxdı, elə bu son dəqiqə xəbərləridir. Türkiyədə Hakan Fidan aracılığından dərhal Suriyadan Amerika ordusunu çıxarsın, onu Türkiyə ordusu girəcək. Yəni İran da artıq Amerikaya zərbələr endirir. Daha deyil, kimsiz mən danışmayacağım sizdən. Baxın, deyilən vətənlərim. Amerika, Avropa ziddiyyəti yarandı, Amerika təkləndi, Avropa gücləndi, Euro qalxdı, dollar qalıb, dollar ilə qalacaq yerində. Amma Euro qalxdı, çox qalxdı. Elə Azərbaycanda görürsünüz, Euro qalıb yerində, dollar qalıb yerində qalacaq zaten. O qədər düşəsi deyil. Hələ gələcəkdə Trump ağıllananda dollar yenə qalxacaq. Və deyilən vətənlərim, Türkiyədə artıq Amerikanın zəif duruma düşməsini gördü və Türkiyə prezidenti Recep Tayyip Erdoğan dəfələrlə səsləndi ki, Avropa təhlükəsizliyinə biz hörmətlə yanaşırıq, biz orada olacağıq və Avropa birliyinə üzv olmaq o bizim prinsipimizdir. Ancaq Avropanın təhlükəsizliyinə biz biganə qalmayacağıq, hər cürə dəstək verəcəyik həm Ukraynaya, həm Avropanın təhlükəsizliyinə. Yəni, deyilən vətənlərim, bilirsiniz ki, bu Trump çox pis qərarlar verdi. Deməli, getdik, deyilən vətənlərim, xəbərlərimizlə sizin xidmətinizdəyəm. Gözəl xəbərlərlə.